İllər ötdükcə anlayırsan ki, xatirələrdən başqa heç kimin, heç nəyin yoxdur. Xatirələr həm atandı, həm anandı, həm də o balaca qızdı. Bütün günü Allaha yalvaran ki, ölümün dərmanı çıxana qədər nənəsi ölməsin. Onu kimsə uydurmuşdu o vaxtlar. Güya ölümün dərmanı tapılacaqdı 10 ildən sonra. Sonra, o qədər 10 illər ötdü və 10 illerin içində xatirəyə döndü. Nənəmlər, anamlar, atamlar, babamlar. Ən sevdiyim adamlar. Amma mən umud elədim. Bəlkə hələ və illər ötdükcə anlayırsan ki, elə sən də xatirəsən. İllər ötdükcə anlayırsan ki, xatirələrdən başqa heç kimin, heç nəyin yoxdur. Xatirələr həm atandı, həm anandı, həm də o balaca qızdı. Bütün günü Allaha yalvaran ki, ölümün dərmanı çıxana qədər nənəsi ölməsin. Onu kimsə uydurmuşdu o vaxtlar. Güya ölümün dərmanı tapılacaqdı 10 ildən sonra. Sonra, o qədər 10 iller ötdü və 10 illerin içində xatirəyə döndü. Nənəmlər, anamlar, atamlar, babamlar. Ən sevdiyim adamlar. Amma mən umud elədim. Bəlkə hələ və illər ötdükcə anlayırsan ki, elə sən də xatirəsən.